Arzu xanım, insanlara məsləhət gördüyünüz iki kitab hansıdır? Ən çox məsləhət gördüyüm Brain Tracy, Bəhanələrə son, bir də Coşqun Kərimov Kva. Klassiklərdən deməli Sushi Gezanı tövsiyə edirəm, çünki çox maraqlıdır, həm də ki oxuduğumuz zaman düşündürür. Əlavə olaraq da The Carpet in the Rye ilk oxuduğum kitablardan biri idi uşaqlıqda. Hələ də yadımda qalır, buna görə də məsləhət görürəm. Nazirə xanım, insanlara məsləhət gördüyünüz iki kitab hansıdır? İlk öncə George R. R. Martin'dən Game of Thrones, ikinci isə Diana Cooper Spiritualism. Fyodor Dostoyevskinin Cinayət və Cəza kitabı var. Çox möhtəşəm kitabdır. İkinci kitab isə Xalid Hüseynlinin Çərpələng uçuran kitab. O da çox möhtəşəmdir. Doğru. Çox sağ olun. Buyurun. Sona xanım, insanlara məsləhət gördüyünüz iki kitab hansıdır? 06-27 qatarındakı qiraətçi kitabı, bir də İkiqay kitabı var. Stressiz həyatın resepti. Çox yaxşı kitablardır. İbrahim müəllim, insanlara məsləhət görəcəyiniz iki kitab hansıdır? Biri Og Mandino, dünyanın ən böyük satıcısı. 10 qədim əlyazma sirlər var içərisində, real. Digəri isə Robin Sharma, Ferrari satan rahib. Mənəviyyatın sirləri var. Daha çox insanın əsl qazancını göstərir, mənəviyyat qazancı.